Sonra isə insanın imana təsir edən daxili səbəblərdən ikincisi isə insanın qəflətli olması və həmçinin də insanın qəflətli olmağı və üz çevirməyi və həmçinin unutqan olması. Və bunlar üçü insanın imanına təsir edən səbəblərdən biridir. Nə qədər insanın, yəni əgər insana qəflət ona musallat olarsa və həmçinin daimən insan unutqan olarsa, həmçinin də insan yəni haqdan üz çevirərsə, həmən insanın imanı zəifləyər və həmən insanın imanı aşağı düşər. Və ona görə də insan çalışmalıdır ki, bu yəni qəflətdən və həmçinin də üz çevirməkdən və unutqanlıqdan uzaq olsun. Və Allah Subhanahu wa Ta'ala ümumiyyətlə qəflətli olmağı öz kitabında qəflətli olanları qınayıb və öz kitabında Allah Subhanahu wa Ta'ala qəflətli olanlar barəsində buyurur ki, onlar kafirlərdir və münafiqlərdir və Allah Subhanahu wa Ta'ala onları məzəmmət eləyir. Necə ki, Uca Allah bu barədə buyurur ki, Araf surəsi 179-cu ayədə buyurur ki, Allah Subhanahu wa Ta'ala وَلَقَدْ ذَرَعْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ Biz həqiqətən də yəni cəhənnəmdə bir çox cinlər və insanlar üçün yəni yer hazırladıq. Cəhənnəmi onlar üçün hazırladıq. O cinlər, insanlar, o kəslər idi ki, لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا Onların qəlbləri var idi, lakin yəni düşünmürdülər və gözləri var idi, lakin görmürdülər, qulaqları var idi, lakin eşitmirdilər. Ulaikə kəl-ən'am bəlhum adal Onlar heyvanlar kimi və onlardan da daha aşağı idilər. Ulaikə humul qafilun Həqiqətən onlar qəflətdə olanlar idilər. Və Uca Allah Subhanahu wa Ta'ala bu surədə Ərəf surəsinin 179-cu ayədə qəflətdə olmağı qınıyır, qəflətdə olanları qınıyır, onları məzəmmət edir və buyurur ki, yəni həqiqətən də o qəflətdə olanlar doğrudan onların qəlbləri var idi, lakin düşünmürdülər, gözləri var idi, lakin bəsirətləri bağlanmışdı, həqiqi o gözləri bağlanmışdı, qulaqları var idi, lakin onlar yəni haqqı eşitmirdilər. Yəni sadəcə şəkil var idi.